Şübhə yox ki, zikr onlara gəldiyi zaman onu yalan sayanlar cəzalandırılacaqlar. Həqiqətən bu əzəmətli bir kitabdır. Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, müdrik, tərifə layiq Allah tərəfindən nazil edilmişdir. Sənə ancaq səndən əvvəlki elçilərə deyilənlər deyilir. Həqiqətən sənin Rəbbin bağışlayandır, ağrılı-acılı cəza verəndir. Əgər biz onu yad bir dildə Qur'an etsəydik, onlar deyərdilər. Nə üçün onun ayələri müfəssəl izah edilməmişdir? Yad dil və ərəb peyğəmbər? De ki, o iman gətirənlərə doğru yol göstəricisi və şəfadır. İman gətirməyənlərin isə qulaqlarında tıxac vardır. Onlar ona qarşı kordular. Onlar sanki uzaq bir yerdən çağırılırlar.